13'ünde itham edilebilir. Neçə bal təxmin ediyoruz senin adımından? 240 falan. Sana daha da çok gözüküyor. İnşallah daha da çok olacak. Bir de belki plan sesi. Coğrafya onu da diyeyim sana. Yüce ikimizde ola bilər ki, sənin mövzu seçimində bilmədiyin mövzuda alsın. Sən istədiyin mövzu səndən əvvəlcə araşdırıcı getdi də, nə edirsən? Ona görə də mən coğrafya bilmirəm də. Nə edəyim? Ancaq pas taktikasına baxıram. Orada aparıcı sualı heç deməmiş ki, diğer sözləri mən deyirəm pas. Çünki orada qabağında çox böyük ekran var. Məsələn, buradan baxanda rəqişən təqdir edilmirsən təqdirdə. Onlar üçün görmürsən, biraz gözləyəkdir. Amma ekran o kadar böyük ki, ben sen de aparıcı demanda 3 metre zaten sana var. Yani rahat her şeyi görüyorsun. Ona da aparıcı kulak asması, çalışırken kulağı babayın adada ekranı okuyan soracağım. Ben coğrafya koyayım size, ben çok orada bilmeli, çok şey bilmeli. Hastanın sözü tercih alıyorum. Coğrafyamı seçtiniz, uğurlar size başlıyor. Düzüm, İran bölgesinin imkanı ile birleştirip boğazsızlığı, Hörmüz boğazı, çay mermeri ile menşet arasındaki tek başlatmalı, çayın düşmesi, dur heyelanın Türkiye'nin seyahatı, İspan. Kıyılı 5, Şimali Delikat uzunluğuna göre 3. çay boğazıdır, Amazon. Kıyılı Uganda çayı, Okyan dibindeki ensezeleri tükettiği boğazları, Okyan bu, Mesopotamya'dan erişer güzelliktir, akumulatif, beraber sahili herkelerin 2 çayı, ekvivali, İpsos Erasal, Avustralya, Kutuban hansı dağlarda yerleşir? Bazı yer, ilk anı kərbalıdır. Antalları bilmirəm, Kutuban hukuklarından var deyil. Düzdür, yeni dağlarda yerleşir, zəlzələ olmasının icabıdır. Bir məsələdə, balonların tərəfində normal atmosfer təsirinə qədər düzdür. Sizin 3 doğru cavabınız olduğu ümumlikdə 15 kaldınız var. Ondan sonra biz de yine 15 geçerli. Ne yapıyoruz? Sonra emirlerini gözleyenleri onun unuttuğu dakikalarına... Bilmem ki. Bir de uçağa sonra... Kısasa, bu da cevap neredeydi? Düzgün cevap itireceksiniz. Altı kanun ilk kazanan mektepli galiptir. Böylelikle başlayalım. Her birinize uğurlar sürdüren birinci soru seçer. Evimiz sözü ismin hansı? Hüseyin Adlı. adlıdır. Evimiz sözü ismin hansı adlıdır? B adlı. Doğru cevap. Sual seslendir. Silindrin yan səhvi hansı figurdur? Yasin. Daire. Hayır, bu səhv cevapdır. Düzgün cevap olmalı. Düz bucaqlı. Böylelikle Yasin növbəti suala cevap verebilmeyecek. Sual seslendir Amin ve Hüseyin için. Xlormin uğurlarda neyin vasitəsilə hərəkət edir? Hüseyin. Ben düzgün cevapdır. Yasin Qaylı oyuna hamurunda da sual seslendir. Alt dağlarında esasen hansı faydalı kazındı? Yasin? Kızıl. Kızıldeniz. Sualı bilgi, Alt dağlarında esasen hansı faydalı kazıntı çokluk teşkil eder? Bu kızıl değil, mistir. Yasin. Yeniden nöbeti suala cevap verme şansını açılır. Yasin, sual seslendir Hüseyin ve Amin için. Təzyiq kütləsini dəyişmədən səthi sahəsini artırdıqda Hüseyin Təsdik qüvvəsini dəyişmədən səthi sahəsini artırmalı deməyim mənə ya. Mən o sahəsini edib bir kere söz deyəcək ya, onun nəfəs almalarına basılır, bir söz deyəcək. O artırdıqda düşməni basılır, təzyiq alır. Cümlə davam edildiğində. Sən orada yəni o məqama fikir yerində nəfəs almalıdır. Altın söz sini dəyişmədən səthin sahəsini artırdıqda Hüseyin azalar deriz. Təzyiq kütləsini dəyişmədən səthin sahəsini artırdıqda təzyiq necə dəyişir? Deniz azalır. Bəli doğru cavabdır. Tam oyunlarda sual səslənir.
baş vermiştir? Amin. Kim tanımazı? Hayır, sence o da çok da namusla. Böylelikle bu defa amin cevap verebilmeyeceğine nöbet sorular, soru seslenecek Yasin ve Hüseyin. Neyden? Ya Allah yoksa var. Yasin belki yaptan öyle doğru. Çok tebrikler. Yasin ilk halimiz var. Amin oyundadır, ham oyundadır, soru seslenir. İki baş aile ifadesinde hansı Yasin baş deriz. Ben böyle cevabınızı sorayım diye. Burada başı saldıran və düzdür. İki baş ayrıda orada baş sən işlədilir. Mesela orada sırf numarativ söz saldı. Ama sarı düzdür, mən düzdür de başlı. Ama sol kaydı çıktı. Bu belə olabilir ama çok bir aralarında olur da. Bir transfer normal olur. Sual İki baş aile ifadesinde hansı norma bozulur? Sualler tam başka sualler. Leksik norma olmalıydı cevap. Yasin olur belə. Olur belə var ki, misal üçün siz risk edirsiniz, tez bilməni basırsınız ki, vaxtlıdasınız, ama sual tam başqa səslənir. Beləliklə, Yasin növbəti suala cevap verebilmeyecek, Hüseyin və Amil üçün sual səslənəcək. Sink kloridin hidrolizindən hansı mühit? Hüseyin? Tuş deriz. Sink kloridin hidrolizindən hansı mühit yaranır? Bəli, tuş mühit yaranır. düşünməli sualıdır. Əslində bu sual arası test kitabasında belə yazılabilən suallar. Amma aslında bir dəqiqədən baxmayasınız suallar. Sink kloridin hidrolizindən hansı mühit? Orada Hüseyin 3 saniye ərzində mənim tapdım da. Və 105 saniyə sonra verir. 3 saniyə keçdi. Bir saniyə sonra sual cavab edilməsi bir daha olmasaydı da. Bir sink kloridin mühitini hansı mən fikirləşdim sink deməli ortaq kimi qaldı. O güclü, turşulu ona görə güclü olduğuna görə mühitdə tuş oldu. Onun üçün fikirləşdim. Yoksa əzbər bilmiyorum. Kamu oyunları sual səslənir. Gedilən yol 350 kilometr. Zaman 7 saatdırsa, Amin 50. 50 deriz. Gedilən yol 350 kilometr. Zaman 7 saatdırsa, sürət saatda neçə kilometrdir? Bəli, 50 kilometr saat. Təbriklər Amin, sizə ilk halınızı qazandınız. Oynayıb davam edirik, sual səslənir. Uşaqlarda D vitamininin çatışmazlığı Hüseyin? Revmatizm deriz. Uşaqlarda D vitamini çatışmazlığı hansı xəstəliyə səbəb olur? Yəni sualı əvvəlcə hiss edərsiniz, başa düşdünüz ki, nə sual olacaq. Bir gələk cavab. Revmatizm yox, rakit. R hərfini belə hatırladınız, bərabər səs aldınız. Beləliklə, Hüseyin növbəti suala cavab verə bilməyəcək, Yasin və Amin üçün sual səslənir. Kuril adaları hansı qitənin sahilində yerləşir? Amin? Sən olmayın. Xeyr, bu səhv cavab da Asiyada yerləşir. Beləliklə, Hüseyin qalib oyuna, Amin isə növbəti suala cavab verə bilməyəcək, sual səslənir Yasin və Hüseyin üçün. Eyni işarəli yüklərə yüklənmiş nöqtəli cisimlər arasında hansı təsir meydana? Hüseyin? İtələmə. İtələmə dediniz. Eyni işarəli yüklərə yüklənmiş nöqtəli cisimlər arasında hansı təsir meydana çıxar? İtələmə! Düzdür! Hüseyin, 5 qalınız var. Qalib gəlsən nə edəcəksiniz? Babayla burada nə edəcəksiniz? Belə də olmalıdır. Evet. Səhər